işlərindən bəhs etmək istəyirəm sizə. Tibb bacısı işi var yoldaşlar. Deməli, bir neçə variantından bəhs etmək istəyirəm mən sizə. Misal üçün, çörək zavodunda var tibb bacısı işi. Bu çörək zavodunda olan tibb bacısı 550 manat verir. 25-45 yaşlı uşaqlar üçündür yoldaşlar. Sonra tibb bacısı işi diş ilə bağlı olmalıdır. Stomatoloji klinikada da olmalıdır. Bu, misal üçün, 20-40 yaşlara bilir. 650-800 manat verə bilir. 650-800 manat verə bilir. Tibb bacısı, misal üçün, ideal tibb şirkətində də var. 45 yaşdan yuxarı olmalısınız. Yəni, yuxarı yaş həddiniz, daha doğrusu 45 yaş olmalıdır. Yəni, 45 yaşdan yuxarılar müraciət eləməsin. Orta ixtisasınız varsa, bu işə müraciət eləyə bilərsiniz. Əmək haqqında razılaşma yolu ilədir. Tibb bacısı 500 manatlıq variantı da var. Neftçilərdədir. Stomatoloji klinikaya lazımdır yoldaşlar. 1 ildən artıq iş təcrübəniz varsa, 22-40 yaşlısınızsa müraciət edə bilərsiniz. Sonra həkim köməkçisi işi də var yoldaşlar, Azərmeddə. Amma artıq buna müraciət etməniz mənasızdır. Çünki artıq müraciət qəbulu dayanıqdır. Farmaseptdə əczaçı işi var, 400-500 manatlıq Vitamer şirkətində 21-55 yaşlı uşaqlar üçündür. Ali təhsil tələb edir yoldaşlar sizdən. Ofis proqramlarına sərbəst bilmək tələb edir. Bu və bənzəri digər işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmanızı səhvini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Hacıvalı kanalına. Kanala daxil olduqdan sonra diqqət edəsiniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.